Aprelin 26-sında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib. Sərhəd zastavası silaha komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən dayan əmri verilərək sərhəd pozcuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb, lakin sərhəd pozcuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədi ilə atəş açıblar. Sərhəd naryadı tərəfindən dövlət sərhədi haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun silah tətbiq edilərək sərhəd pozcularından biri hadisə yerində zərərsizləşdirilib. Silahlı müqavimət göstərən digər 3 nəfər isə geriyə qaçmağa nail olub. Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində digər 3 nəfər Balakən rayon sakinləri 1998-ci il təvəllüdlü İbrahimov Rəcəb Məhəmmədoğlu, 1990-cı il təvəllüdlü İsayev İsa Maqamedoviç və 1982-ci il təvəllüdlü Uzunov Kamran Kamaldin oğlu saxlanılıb. Əraziyə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 51 kiloqram 884 qram narkotik vasitəyə bənzər maddə və çox sayda psixotrop həb aşkar olunaraq götürülüb.